Salam əziz abituriyentlər. Bugün yenə yeni bir video ilə qarşınızdayam. Videomuzda zərfdən bəhs eləyəcəm daha çox. Əsas məqamları, əsas detalları sizə izah eləyəcəm. Elə isə başlayaq. Zərf nəyə deyilir? Deməli 11 nitq hissəmiz var, bilirsiniz ki, bunun 6-sı əsas idi, 5-i köməkçi. Bu 6 əsas nitq hissəsindən biri də zərfdir. Zərf iş və hərəkətin tərzini, yerini, miqdarını və zamanını bildirir. Miqdar yerinə bəzən kəmiyyətdə qeyd eləyirlər. Eyni şeydə heç bir fərqi yoxdur. Miqdar, kəmiyyət. Yəni say deməkdir də. Yəni belə deyim də, hərəkətin miqdarı. Belə başa düşək. Deməli, sualları da necə, nə cür, nə vaxt, haçan, nə zaman, haraya, haradan, nə qədər, bu tip suallar olur adətən. Bu suallardan birinə cavab verən əsas nitq hissəsidir. Məsələn, gəlin bir-iki nümunəyə baxaq. Deyirəm ki, ən çox uşaqların qarışdırdığı bir məqama toxunmaq istəyirəm. Deməli, bilirsiniz ki, zərf sifətlə bir də sayla ortaq məqamlara malikdir. Bunları amma fərqləndirəcəyik. Çünki ortaq sözlər var ki, həm sifət kimi, həm say kimi, yəni həm sifət, həm zərf, həm də say və zərf kimi istifadə olunur. Gəlin bunlardan birinə baxaq. Biri yaxşı sözüdür. Baxın. Burada necə fərqləndirim ki, hansı sifətdə, hansı zərf? Baxacam. Yaxşı oğlan yaxşı oxuyur. 2 dənə yaxşı sözüm var. Birinci yaxşıya deyəcəm sifət. Niyə sifət deyəcəm? Çünki ismi təyin eləyir. Oğlan kim? Necə oğlan? Yaxşı oğlan. Təyin olacaq cümlədə, yəni sintaktik cəhətdən və nitq hissəsi olaraq da buna sifət deyəcəm. Amma bu olacaq zərf. Niyə zərf olacaq? Halbuki ikisinin də sualı eynidir ha. Bu da necə sualına cavab verir. Ancaq bu hərəkətə aid olduğuna görə bu olacaq zərf. Tərzi hərəkət zərfi. Və cümlədə də zərfli olacaq. Baxın, zərfliyin də işarəsi budur. Dalğalı altdan düz xətt. Zərf deməli, həm bilin ki, təsriflənən, həm də təsriflənməyən feillərə aid olur. Təsriflənən və təsriflənməyən feili əgər unutmusunuzsa ya da bilmirsinizsə, məlumatınız yoxdursa, bundan əvvəlki feil bəhsi var. Orada videoda izah eləmişəm. O videoya baxın, diqqətlə dinləyin, izləyin. Ondan sonra təsriflənən feil və təsriflənməyən feili ayırt edə biləcəksiniz. Amma yenə də mən sizin yadınıza salım. Təsriflənənlər o idi ki, şəxsə və kəmiyyətə görə dəyişənlər. Yəni, feilin şəkilləri. Yəni, bu zərf həm feilin şəkilləri ilə əlaqələnə bilir, həm də təsriflənməyən. Yəni, feili sifət, feili bağlama, qısa yazıram, həm də məsdər. Yəni, bunlarla da əlaqələnə bilir bu zərf, ikisi ilə də. Gəlin nümunədə baxaq. Bax, belə bir cümlə verib sizə. Baxın, xeyli oxuyanda çox düşünürəm. Oxuyanda sözü nə idi? Feili bağlama idi, düz deyil. Xeyli burada nəyə aid olur? Feili bağlamaya aid olur. Feili bağlama nəticə olaraq feildir də, mən sizə demişdim buna. Yəni, baxmayaraq ki, 2 nitq hissəsinin xüsusiyyətini daşıyır. Həm feil, həm zərfin. Amma nitq hissəsi olaraq bu, deməli, feil gedir. Ona görə xeyli sözü burada olacaq nə? Hərəkətə aid olduğuna görə zərf. İkisində də hərəkətə aiddir. Baxın, xeyli oxuyanda çox düşünürəm. Nə qədər düşünürəm çox, düşünürəm nə edirəm. Burada da çox sözü nəyə aiddir? Feilə aiddir hərəkətə. Bu da zərf olacaq, söz yox. İkisi də özdə miqdar zərfidir. Fərq nədir? Burada anda, əndə feili bağlamadır. Yəni, feilin təsriflənməyən forması. Burada zərf aid olur təsriflənməyən formaya. Burada mı aid olur? Təsriflənən formaya. Yəni, burada feilin xəbər şəklinə aid olur. Yəni, fərq budur. Həm təsriflənən, həm də təsriflənməyən feilə aid ola bilir zərf. Bu da əyani sübut olsun sizə. Qeyd eləyə bilərsiniz bu cümləni. Yaxud sizə digər bir nümunə göstərim. Yəni, təkcə hərəkətə aid olacaq deyə bir qaydamız, bir məhdudiyyətimiz yoxdur. Baxın, feilə də aid olur, zərfin özünə də aid olur, sifətə də aid olur. Məsələn, çoxdan gəlib, burada feilə aiddir. Yaxşı danışır, feilə aiddir hərəkətə. İndi tezdir, burada artıq tez nədir? Zərf. Zərfin özünə aiddir. İndi də zərfdir, bu da zərfdir. Zərf zərfə aid olur. Sonra həmişə maraqlıdır. Həmişə zərfdir, maraqlı nədir? Sifət.
Gördünüz, sifətə aid olur. Yəni zərf digər nitq hissələrinə də aid ola bilir. Quruluşca növlərindən bəhs etsək, quruluşca 3 növü var. Quruluşca. Quruluşca növ deyəndə bilirsiniz də sadə, düzəltmə və mürəkkəb. Sadələr bilirik ki, heç bir leksik şəkilçi olmadan yaranır. Ümumiyyətlə biz bunu isim, sifət, say, əvəzlikdən bilirik. Hətta feildən də bilirik. Yəni bir kökdən ya da maksimum qrammatik şəkilçi ola bilər. Düzəltmələr kök və leksik, yəni üçbucaq olmalıdır. Bu düzəltmə olsun. Mürəkkəblər də iki kök. İki kök deyəndə siz bunu qarışdırmayın da ki, yəni kök və şəkilçi ayrıcı. Xeyr, yəni sadəcə iki sözdən ibarət olmalıdır. Belə başa düşün. İki və daha artıq söz birləşməlidir. Bu zaman yaranır mürəkkəb zərf. Ona görə düzəltmədə deyirik morfoloji üsulda. Çünki şəkilçinin köməyi iləndir. Mürəkkəbdə deyirik sintaktik üsuldur. Sözlərin köməkliyi ilə. Bunu da demişdim, necə yadda saxlayın. Sintaktikin sısı ilə sözün sısı. Yəni sintaktik söz deməkdir, sözün köməklə, morfoloji də şəkilçinin. Sadə zərflərə gəlin nümunə deyək. Məsələn, yaman və yaxud sərt, elə bayaq dediyim yaxşı sözü, nə bilim, xəlvət sözü, eşitmədiyiniz sözlərdən biraz deyək. Xəlvət bilirsiniz də gizli deməkdir. Nə bilim, yuxarı var, yuxarı, sonra oraya, ora sözün köküdür, ya burada yönlük halda bilirsiniz, ya da bitişdiricidir. Sonra buraya olsun, az, əvvəl, çox, nə bilim, havayı, bunlar gedir, sadə zərflər. Düzəltmələrə baxaq. Düzəltmələrin təbii ki, şəkilçisi var. O şəkilçiləri sizə indi izah edəcəm. Deməli, bu gördükləriniz zərf düzəldən şəkilçilərdir. Bir nümunə ilə gəlin baxaq. Məsələn, C şəkilçisi. Bu şəkilçi həm zərf düzəldən şəkilçi kimidir, həm qoşmanın şəkilçiləşmiş forması ola bilir. Belə yazım sizə. Deməli, həm zərf düzəldən, qısa yazıram zərf, həm qoşmada var şəkilçiləşmiş versiyası, həm də qabağımıza harda çıxa bilər? Ədat kimi. Ədatın şəkilçiləşmiş versiyası kimi çıxa bilər. Hamısına da nümunə deyəcəm indi sizə. Nə vaxt zərf düzəldən şəkilçi olur? Yəni, nə vaxt, belə deyim də, üçbucaq leksik olur? Gəlin baxaq. Nümunə desək, məsələn, deyirəm ki, türkcə danışır. Türkcə danışır. Uşaqlar, əgər dillərə qoşulursa, belə deyək də, daha doğrusu milliyyət bildirən sözlərə türk, nə bilim, fransız, nə bilim, ispan, onlara cacə qoşulursa, bu zaman zərf düzəldən yaradır. Yəni, cacənin zərf düzəltməsi üçün həmin o dil anlayışı bildirən sözlərin olması vacibdir. Türkcə, ispanca, nə bilim, İranca fərqi yoxdur. Burada olacaq zərf düzəldən şəkilçi. Necə danışır? Tərz hərəkət zərfliyi olacaq cümlələr olub. Aha, danışır nə edir? Bu oldu zərf. Bəs qoşma kimi necə ola bilər? Gəlin baxaq. Məsələn, deyirəm ki, yol boyunca söyüdlər. Aha. Burada yol boyunca, yəni yol boyu ilə, burada vasitə bildirən qoşmadır. Cacə burada qoşmadır. Çünki ilə əvəz eləyə bilirəm. Türkcə danışır, türk ilə danışır, məna dəyişir, axı düz deyil. Amma yol boyunca söyüdlər, yol boyu ilə söyüdlər məna dəyişmir. Yəni bir-birini əvəz eləyə bilir. Ona görə buradakı olur qoşma, vasitə bildirən. Amma buradakı olur zərf düzəldən şəkilçi və qoşma, bilin ki, uşaqlar söz yaradıcılığında iştirak etmir. Yəni bunun başından belə bir şey qoyum olmaz qəti surətdə. Yəni yanlışdır. Aha. Sonra, bəs necə ədat olar? Məsələn, nümunə deyək, körpəcə xiyarlar. Yəni, o təzə-təzə yetişən olur, təzə-təzə xiyar, məsələn, ya da hansısa bir tərəvəz fərqi yoxdur. Bax, həmin orada onun o körpəliyin, təzəliyin daha da çoxaltmaq məqsədi ilə cacə ədatı qoşulur. Ya da məsələn, deyirəm ki, təzəcə, yenicə, məsələn. Bax, orada cacə ədat funksiyasındadır. Yəni, daha da çoxaltmağa xidmət edir. Körpəcə də bilirsiniz də, sifətin çoxaltma dərəcəsidir. Yəni, qətiyyən bunu azaltma götürmürük. Onun körpəliyin daha da çoxaldır.
Və yaxud qoşma kimi başqa necə olar? Deyir, dəryaca ağlın olsa, ya da qısa yazım, dəryaca ağlın yoxdur. Məsələn, dəryaca, dərya qədər, dərya kimi. Burada deməli bənzətmə qoşması rolundadır caciyə həm də. Yəni belə işlənə bilir. Amma türkcə, nə bilim, fransızca, nə bilim, almanca belə şeylər gördünüzsə bilin ki, zərf düzəldən şəkilçidir. Yaxud dəryaca ağlın yoxdur, necə ağlın yoxdur demirik axı. Burada amma caciyə, türkcə danışır, necə sualına cavab verir. Keçək digər şəkilçiyə. Casnacasına çox rahatdır. Elə siz bunu ancaq zərfdə görəsiniz. Deyirəm ki, qəhrəmancasına döyüşdü. Məsələn, döyüşdü. Aha. Qəhrəman sözün köküdür. Casnacasına olur zərf düzəldən şəkilçi. Necə döyüşdü qəhrəmancasına olur tərz hərəkət zərfliyi. Və bu nitq hissəsi olaraq da olur tərzi hərəkət zərfi. Yəni bu çox rahatdır. Casnacasından gördünüzsə o dəqiqə götürəsiniz. Yəni zərf düzəldən şəkilçi. İgidcəsinə, nə bilim, və yaxud da olar xaincəsinə, dostcasına fərqi yoxdur. Anə yanəyə baxsaq, məsələn deyirəm ki, şairanə danışır. Gəlin baxaq. Şairanə danışır. Nəyidir danışır? Necə şairanə, tərz hərəkət zərfliyi, tərz hərəkət zərfi olur həm də. Şair kök, anə burada leksik şəkilçi olur. Məsələn, və yaxud necə deyərik? Dahiyanə. Dahiyanə düşündü, məsələn. Aha, dahiyanə, görsünüz. Zərf düzəldən şəkilçi olur, həm də cümlədə olur rolu zərflik. Anə yanə də buna aiddir. Sonra dan dən şəkilçisi var. Baxın, bu şəkilçinin də amonimliyi var. Bu şəkilçi həm zərf düzəldən şəkilçi olur, həm də isimdən bilirik ki, çıxışlı hal şəkilçisidir. Zərf düzəldən olur leksik, çıxışlı hal olur qrammatik. Gəlin baxaq. Məsələn, deyirəm ki, çoxdan, ya da çoxdanı bayaq yazdıq, başqa bir şey yazaq. Məsələn, ucadan danışır. Bir də yazıram, məsələn, evdən gəlir. İki cümləyə baxın. Ucadan danışır, necə danışır? Uca kök, dan leksik şəkilçi, danışır da olur xəbər, o heç, feil. Necə danışır ucadan? Görürsünüz, zərfin sualına cavab verir də feilə aiddir, ona görə zərf deyəcəm. Yəni, necə sualına cavab vermə, əgər ismi xarakterizə eləyirsə, yəni ismə aiddirsə, belə desək, o sifət olur, ya feili sifət ola bilər. Amma hərəkətə aid olanda biz onu zərf götürürük. Burada da ucadan sözü təbii ki, zərfdir. Aha, amma buna baxın. Evdən gəlir. Ev sözün köküdür. Dan-dən burada qrammatik şəkilçidir. Burada artıq olur çıxışlıq hal. Necə fərqləndirək? Hansı çıxışlıqdır, hansı zərf düzəldən? Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, əgər bu dan-dən şəkilçisi artırıldığı söz zərf olarsa, o söz necə, nə vaxt suallarına cavab verməlidir? Yəni, artırılandan sonra zərf düzəldirsə, ya necə sualına cavab verəcək, ya da nə vaxt? Məsələn, görürsünüz, ucadan danışır, necə danışır? Ya da deyərəm ki, məsələn, çoxdan gözləyirəm. Ya da çoxdan gedib, məsələn. Burada da nə vaxt sualına cavab verir də? Çoxdan, nə zaman? Çoxdan. Amma uşaqlar, kimdən, nədən, haradan suallarına cavab verərsə, bu olacaq çıxışlıq halın şəkilçisi. Yəni, evdən gəlir, haradan gəlir. Ya da deyirəm ki, məsələn, mələkdən soruşdum. Mələkdən, ya da qısa yazım, soruş. Kimdən soruş? Mələkdən. Artıq burada dandan nə olacaq? Burada olacaq qrammatik şəkilçi, çıxışlıq hal şəkilçisi. Yəni, bunu da bilək. Və yaxud deyirəm ki, Bakıdan gəlirəm. Haradan gəlirəm? Yəni, haradan sualına cavab verməyi sizi çaşdırmasın ki, o zərfdir. Xeyr, qətiyyən. Onun indi fərqini sizə izah eləyəcəm yer zərfində. Amma, məsələn, Bakı nitq hissəsi olaraq nədir? İsim. Bakıdan gəlirəm, haradan gəlirim? İsmə qoşulub təbii ki, olacaq orada çıxışlıq hal. Amma diqqətli olun. Məsələn, görsəz, belə qısa yazım. Məsələn, hərdən sözü. Bax, hərdən danışır. Misal üçün.
Nə zaman hərdən, hər sözün köküdür. Dandan burada leksik şəkilçidir. Çünki nə zaman sualına cavab verir, fikir verirsiniz. Burada özdə təyin əvəzlikdən yaranıb nə? Zərf, zaman zərfi. Aha. Sonra və yaxud amma yazsam ki, məsələn, yuxarıdan düş. Yuxarıdan düş. Bax, burada amma yuxarı kök dan olacaq hal şəkilsi. Niyə hal sizcə? Halbuki yuxarı sözü zərfdir. Niyə hal? Mən sizə deyim. Çünki haradan düş, haradan sualına cavab verir. Axı biz bayaq dedik, kimdən, nədən, haradan suallarına cavab verərsə olur hal şəkilsi. Amma necə? Nə vaxt sualına cavab verəndə olur dandan leksik şəkilçi, zərf düzəldən şəkilçi. Bax, bunu da özünüzdə qeyd edin mütləq. Çünki qəbula düşən məqamlardandır. Baxın, gəldik dadə şəkilçisinə. Bu da həm zərf düzəldən şəkilçi ola bilir, həm də isimdən bilirsiniz, yerli hal şəkilçisi kimi. Yenə, əgər bilin, zərf olarsa, yəni zərf yaradırsa bu şəkilçi, necə, nə vaxt suallarına cavab verməlidir? Məsələn, gəlin baxaq. Deyirəm ki, birlikdə bacardıq. Bir sözün kökü, lik, leksik, daha da burada zərf düzəldir. Birlikdə, necə, nə şəkildə? Aydındır, leksik olur. Amma baxın, sualında qeyd edeyim. Amma yerli hal olanda deyirəm ki, küçədə qalıb. Harada küçədə? Sualına baxın, harada? Olacaq zərfli və burada dadə yerli halda. Çünki burada küçə həm isimdir, həm də sualına baxın harada. Harada sualına cavab verəndə olur artıq yerli hal, amma necə, nə vaxt sualına cavab verəndə olur təbii ki, zərf düzəldən şəkilçi. Və yaxud o aylara falan artırılır. Məsələn, deyirəm ki, daha doğrusu fəsillərə. Məsələn, yayda görüşərik. Yayda görüşərik. Aha. Nə edərik? Görüşərik, bu feildir. Yay sözün köküdür, da burada olur leksik şəkilçi. Və yaxud payızda görüşərik. Çünki zaman mənası bildirən söz yaradır. Zaman sualına cavab verir. Nə zaman, nə vaxt, haçan. Aydındır. Ya da ayda, məsələn, bunu iki cümlə ilə deyim, qoy sizə aydın olsun. Deməli, baxın, deyirəm ki, ayda 3 dəfə bizə gəlir, məsələn. Nə zaman? Ayda 3 dəfə. Və burada artıq zərf düzəldən şəkilçi olur. Amma bir də var deyirəm ki, ayda, məsələn, bir ayda, yəni məsələn, nə deyək, 4 həftə var. 4 həftə var. Ayda, nədə? Görürsünüz, suallar fərqlidir. Burada olur amma yerli hal, burada olur zərf düzəldən şəkilçi. Ayda 3 dəfə bizə gəlir. Nə zaman ayda 3 dəfə? Burada olur ayda 4 həftə var. Nədə ayda? Görürsünüz? Bununla da fərqləndirirəm ki, bu olur yerli hal, bu da olur zərf düzəldən şəkilçi. Və yaxud həftədə sözü. Məsələn, deyirəm ki, həftədə bizə gəlir. Və yaxud deyir, gündə sözü. Deyirəm ki, gündə oturma, yəni qaralarsan. Gün sözün köküdür, dadə burada yerli haldır da, yəni günün altında. Nədə və yaxud belə başa düşə bilərsiniz sual kimi. Bir də var deyirəm ki, gündə, məsələn, gündə evi yığışdırır. Evi təmizləyir, məsələn. Təmizləyir. Yəni, hər gün anlamındadır da, aydındır. Zaman bildirir. Nə zaman? Burada olur zərf düzəldən şəkilçi. Bax, bunları da mütləq qeyd edeyim. Bunlar çox vaxt imtahana, buraxılış imtahanına düşür. Biraz çaşdırıcı məqam kimi. Gəlirəm nəyə? Deməli, lalə şəkilçisinə. Bu şəkilçi həm zərf düzəldə bilir, həm feil düzəldə bilir, həm də qoşma bağlayıcının şəkilçiləşmiş versiyası ola bilir. Bəs necə fərqləndirək? Gəlin nümunə ilə baxaq. Məsələn, deyirəm ki, ehtiyatla sür. Və diqqətli olun, ehtiyat sözündə bir i var. Və bilirsiniz də, fonetikamızda bir dəyişiklik olub. Artıq h-t hərf birləşmələri d ilə tələffüz olunur. Ehtiyatla olacaq ehtiyatla.
TD-ya çevriləcək. Lalədən annen kimi tələffüz olunacaq. Bu məqamda da diqqətli olun. Aha, ehtiyatla sür. Sözün kökü ehtiyatdır. Lalə burada zərf düzəldir. Niyə? Sualına baxın. Necə sür ehtiyatla? Bu belə. Bəs feil düzəlsə necə olacaq? Məsələn, deyirəm ki, işə başladı. Baş sözün köküdür. La leksik, d da qrammatik, bilirsiniz ki, keçmiş zaman. Başdan başlamaq. Görürsünüz? Burada da olacaq, artıq feil düzəldir. Adlardan feil. Bir də qoşma bağlayıcı kimi, təbii ki, vasitə bildirən qoşmamız var. Məsələn, deyirəm ki, bıçaqla kəsdi. Aha. Bıçaq burada artıq olur. Deməli, isim lalədə olur, qoşma. Bıçaq vasitəsilə, yəni bağça deyirəm, bağlayıcı necə olur? Baxın, deməli, deyirəm ki, bıçaqla, məsələn, nə deyək? Bıçaqla çörək, elə belə deyək, çörək stoldadır. Bax, burada da bağlayıcı olur. Niyə bağlayıcı olur? Çünki laləni və ilə əvəz edə bilirəmsə bağlayıcıdır, əvəz edə bilmirəmsə qoşmadır. Bıçaq və kəsdi demirəm axı, bu olur qoşma. Amma bıçaqla çörək, bıçaq və çörək stoldadır deyə bilirəm, bu da olur bağlayıcı və bu qədər sadə. Amma necə, nə bilim, bıçaqla sözünə necə sualınca verə bilirəm? Yox. Ehtiyatla verə bilirəm. Ehtiyatla da lanı və ilə əvəz edə bilmirəm. Ehtiyat və sür. Yəni, sualı ilə də tapıram ki, bu artıq nədir? Olur, zərf düzəldən şəkilçi. Başladı, nə etdi? Bu da feil düzəldir. Yəni, tərifini desək belə deyərik ki, əgər bu lalə şəkilçisinin artırıldığı söz zərf olsa, necə, nə cür, nə tərzdə suallarından birinə cavab verəcək? Ehtiyatla sür, necə sür, nə tərzdə sür? Buna cavab verəcək. Amma feil olarsa, feilin sualına cavab verəcək. Eyni şəkildə başladı, nə etdi? Qoşma ilə bağlayıcı da olarsa, kim ilə, nə ilə sualına cavab verəcək? Bıçaqla kəsdi, nə ilə kəsdi? Və yaxud desəm, məsələn, desəm, nə bilim, çəli ilə yeri. Çəli ilə yeriyir. Bunda nə ilə sualına cavab verir? Biz deyək, kim ilə olsun da. Məsələn, deyirəm ki, qardaşınla get. Məsələn, qardaşınla get. Kimi ilə? Qardaşınla. Sualına bax. Kimlə? Kimi ilə? Burada olacaq artıq lalə, olacaq qoşma. Amma desəm, qardaşınla bacın evdədir. Orada lanı və ilə əvəz edə bilirəm deyə olacaq bağlayıcı. Aki, əki çox rahatdır. Məsələn, çəpəki, yanakı. Məsələn, çəpəki baxır. Necə baxır? Çəpəki. Qutardı. Bunu rahat tapasınız. Amma desəm, çəpəki baxış. Baxın. Baxış. Burada olacaq nə? Burada artıq sifət olacaq. O dediyi ortaq sözlər var. Sifət və zərf mövqeyində işlənmək var. O sözlərə aiddir bu da. Burada özdə təkcə aki, əki deyil də aşı da ola bilər. Bunu bura qeyd eləməmişəm. Aşı, əşi. Məsələn, yanaşı oturub. Yanaşı oturublar. Məsələn, yan, aşı. Necə? Nə tərzdə? Tərz hərəkət zərfidir. Sualı ilə özdə tapırıq ki, hansı nəyi düzəldir? Bu da belə. Gələk ən şəkilçisinə. Bu da çox rahatdır. Məsələn, qəlbən. Qəlbən inanır. Məsələn, ruhən sevir. Məsələn, necə, ən, qəlb, ən. Özdə burada bilin ki, ən bir variantlı şəkilçidir. An, ən, o feili sifətlə sinonim olan, daha doğrusu amonim olan şəkilçi deyil. Bu ən başqa şəkilçidir. Feil sifətin an, əni başqa şəkilçidir. Sonra cismən. Cismən, necə deyərik, məsələn, cismən vuruldu. Cisim kök, ən burada leksik şəkilçi. Yəni, bu da çox rahatdır. Lıq şəkilçisinə gəlsək, lıq, lik, luq, lük şəkilçisidir. Məsələn, deyirəm ki, həftəlik danışdıq. Yəni, həftə üçündə belə deyək, həftəlik, nə zaman üçün belə bir şey olur? Lik zaman düzəldir. Və yaxud deyirəm ki,
həmişəlik getdi. Həmişə kök burada olur deməli zərf. Zərfdən zərf düzəldir, görürsüz? Yəni özündən də düzələ bilir. Həmişə zərfdir, amma həftə sözü isimdir də, bilirsiniz. Bu da belə. Və yaxud hələlik, məsələn. Hələlik. Burada hələ zərfdir, lik burada. Deməli, zərfdən zərf düzəldir. Ömürlük, indilik. Yəni, bunlar zərf düzəldir. Sualı ilə tapırıq. Məsələn, deyirəm ki, ömürlük danışmayacağım. Ya da ömürlük küstü. Yəni, burada zaman bildirir də. Yəni, ömrünün sonuna qədər. Bu da olur zərf. Deməli, burada gəl şəkilçisi var. Bu, həm zərf düzəldə bilir, həm də isim. Zərfdə, məsələn, deyirəm ki, birgə oturduq. Birdən saydan zərf düzəldir. Birgə necə oturduq. Bəs isim necə düzəldir? Gəlin baxaq. Məsələn, deyirəm ki, süpürgə. O qaynana filmində deyirik, gəlin evin süpürgəsidir. Oradan yadda saxlaya bilərsiniz. Süpürməkdən süpürgə. İsim. Deməli, feildən isim. Bu da belə. Aha. Deməli, həm isim düzəldir, həm də zərf. Sonra gəlirik hara? Araq şəkilçisi var uşaqlar. Birinci caq-cəki izah edeyim, sonra araqa keçəcəm. Çünki onun feili bağlama ilə ortaq cəhət var, amma öyrədəcəm o da necə. Uşaqlar, caq-cək şəkilçisi necə olur? Məsələn, bu da isim və zərflə ortaq mövqedədir. Deyirəm ki, oyuncaq aldım. Oyundan oyuncaq. Görürsünüz, burada isim düzəldir. Amma bir də var deyirəm ki, sevincək içəri girdi. Deməli, sevinməkdən sevincək. Burada artıq zərf düzəldir. Necə? Sevincək. Özdə tərz hərəkət zərfi. Bu da belə. Yəni, sualı ilə fərqləndirəsiniz də, belə deyim. Özdə oyuncaq aldım, oyuncaq hansı haldadır? Yəqin ki, bilirsiniz. Qeyri-müəyyən təsirli hal. Çünki oyuncağı aldım. Sual da bilirsiniz də nə olur? Qeyri-müəyyən təsirli halın sualı nədir? Bu da belə. Sevincəyin də kökü sevmək deyil, sevinməkdir. Sevməklə sevinmək arasında əlaqə yoxdur. Aha. Araq şəkilçisi uşaqlar. Burada məsələ nədir? Əgər araq şəkilçisində vurğu əvvələ düşsə, yəni şəkilçinin əvvəlinə düşsə, olacaq feili bağlama. Yəni, bu əslində bunun ikinci bir versiyası yoxdur, belə desəm. Bu elə zərf düzəldən şəkilçidir. Çünki feili bağlama şəkilçisində, baxın, feili bağlamada vurğu düşür əvvələ. Məsələn, deyirəm ki, Xaqan atı çaparaq getdi. Baxın, atı çaparaq, çapmaq feili var da, burada əlaqə var. Burada çaparaq araqa düşür vurğu, bu olacaq feili bağlama. Bir də var deyirəm ki, Xaqan evə çaparaq getdi. Baxın, çaparaq getdi. Yəni, tez-tez anlamındadır da. Yəni, at çaparaq getdi demirəm ki, burada. Çaparaq getdi. Burada sırf çaparaq sözü zərf olur. Tez-tez anlamındadır. Özdə vurğu düşəcək aqa. Bu da belə. Bir də lıq şəkilçisindən bağlı mən bir məqamı sizə izah eləyəcəkdim. Bunu demədim sizə. Deməli, bir dəqiqə. Deməli, bu şəkilçini biz həm isimdə öyrəndik, həm sifətdə, həm də gördüyünüz kimi zərfdə. Gəlin baxaq. Bax, desəm ki, aylıq maaş, necə maaş, aylıq. Burada sifət olur, gördüyünüz kimi, ismi təyin edir. Bu oldu sifət. Amma desəm, güllük, çiçəklik, güllük, nə bilim, çəmənlik, məsələn. Burada olacaq isim, çəməndən çəmənlik, nə? Amma desəm, məsələn, həmişəlik susdu. Burada olacaq artıq zərf. Çünki sualı ilə fərqləndirirəm üçündə də. Bunda necə sualdır? Bunda nə sualıdır? Və hara sual da ola bilər? Çəmənlik hara, məsələn. Amma əsasən nə sual deyirik buna? Həmişəlik nə zaman? Yəni, nə vaxt üçün, nə vaxt, həmişəlik. Belə. Burada da olacaq zərf. Belə fərqləndirəsiniz sualı ilə.
Gəlirəm mürəkkəb zərflərə. Mürəkkəb zərflər də uşaqlar 2 və daha artıq sözün birləşməsi ilə yaranır. Sintaktik yolla əmələ gəlmiş hesab olunur bunlar. Məsələn, bir də nümunə deyim. Bayram sayağı. Bu mürəkkəb zərfdir. Görürsünüz, bayram və sayağı söz birləşib. Ya da sağa sola. Məsələn, sağa sola. Olur mürəkkəb zərf. Bəs necə yaranır? Birinci, əvvəla deyim ki, bitişik yazılanlara hansılara aiddir? Yadınızda saxlayın ki, bitişik, ayrı və defislə yazılır. Mürəkkəb zərflər, yəni 3 cür ayrı, bir də defislə. Bitişik yazılanları birinci desək, bilməliyik ki, bitişik yazılanlara nələr aiddir? Yəni, müxtəlif leksik mənalı sözlərin birləşməsi ilə yarananlar. Çünki iki müxtəlif mənalı söz birləşəndə o mütləq bitişik yazılmalıdır. Onun defisinə yazmırıq. Məsələn, deyirəm gözucu. Gözucu baxdı. Necə baxdı? Görürsünüz, göz sözü var. Bir də ucu. Burada şey eləmişik, yazmışıq. Göz ucu. Necə? Göz ucu. Tərz hərəkət zərfli idi. Bu da tərz hərəkət zərfi olur. Bir bu. Məsələn, başqa birində desək, üzü yuxarı. Görürsünüz, üz başqa söz, yuxarı başqa söz. İki müxtəlif mənalı söz birləşib bitişik yazılacaq. Sonra, ikincisi Babel bitişdiricisi ilə yarananlar. Bununla yazılanlar da bitişik yazılır. Məsələn, ilbəil. İlbəil danışdıq. Aha. İlbəil, nə zaman? İlbəil. Burada bə bitişdiricidir. İl, görürsünüz, zaman bildirən sözlərdir. Və yaxud taybatay, nə bilim, saat basaat. Bunlar zərf sayılır, mürəkkəb zərflərdir. Bəzən ola bilər ki, bu ünsür təkrar olmayan sözlərin arasında da işlənir. Məsələn, deyirəm ki, əlbəyaxa dalaşdıq. Əlbəyaxa, bax, əl ayrıdır, oy, pozana keçdiyinə. Əl ayrıdır, yaxa ayrıdır, bə də burada nədir? Bitişdirir. Bax, bunlar da bitişik yazılır, yadda saxlayın. Gələk ayrı yazılanlara. Deməli, uşaqlar, ayrı yazılan mürəkkəb zərflər, məsələn, bugün, yadınızda saxlayın, çox vaxt səhv yazırlar bunu. Bugün ayrı yazılır mütləq. Bəzən bitişik yazılır, qətiyyən ayrı olmalıdır. Bu an, sonra məsələn, deyə bilərik, bu saat. Yəni, bu tip zaman bildirən sözlər var. Nə bilim, ilk dəfə, mürəkkəb zərflərdir bunlar. Ya da bir dəfə, sonra hər an, nə bilim, o zaman, bu saat, hər gün. Bunlar ayrı yazılır. Və sairə yazıram. Bu belə. Bunlar o vaxt zərf olur ki, yadınızda saxlayın. Hər ikisi, yəni bu iki söz bir yerdə bir suala cavab versin. Deyirəm ki, bugün dərsə getmədi. Nə zaman bugün? Görürsünüz? Burada zaman zərfidir. Çünki ikisi bir yerdə bir suala cavab verir. Nə vaxt sualına cavab verir. Amma bir də mən bura cümlə yazıram ki, deyirəm ki, bugünü, məsələn, unutma. Baxın, bugünü unutma yazıram. Artıq burada parçalayacağım. Unutma, nə etmə? Hansı günü, bugünü, günü nəyi, hansı günü, bugünü. Gördünüz, parçalayıram. Bu sözü burada ayrıca hansı sualına cavab verir. Deməli, burada bugün zərf deyil də, bu olur işarə vəzliyi, gün olur isim. Əgər parçalayıramsa. Bu an sözü. Məsələn, deyirəm ki, bu an özümü xoşbəxt hiss edirdim. Məsələn, nə zaman bu an? Bir də var, deyirəm ki, bu anı unutmayacağım. Hansı anı artıq parçalanır. Olur işarə vəzliyi və anda isim olur. Bu da belə. Bəs defislə yazılanlar necə olacaq? Defislə yazılanlar eyni sözün təkrarlı olanlardır birincisi. Məsələn, deyirəm ki, tez-tez. Nə bilim, gec-gec. Gec-gec. Və s. Bunlar defisli olacaq. Məsələn, yavaş-yavaş danışır, necə danışır? Eyni sözün təkrarı. Ya da biri ya da hər ikisi şəkilsi qəbul edən sözün təkrarı var. Məsələn, deyirəm ki, yan-yana oturub. Yəni, burada biri qəbul edib də görürsünüz. Ya da deyirəm ki, gündən günə.
gündən günə solur. Baxın. Dən, burada bu qəbul edib, burada da bu qəbul edib. Bu. Sonra yaxın və ya əks mənalı sözlər birləşərsə. Məsələn, deyirəm ki, yenə pozuldu. Gec tez səni tapacam. Gec tez səni tapacaq. Nə zaman? Gec tez. Görürsünüz, zaman bildirir. Ya da deyirəm ki, səssiz səmirsiz oturmuşdu. Yaxın mənalı sözlərdən. Yönlük hal şəkilçisi qəbul edən bir sayına miqdar sayıların artırılması ilə. Məsələn, baxın. Bunu silim. Aha. Deyirəm ki, bu il gəlirimiz 1-ə 5 artıb. 4 yazım bunu. 1-ə 5 artıb. Nə qədər 1-ə 5? Görürsünüz, yönlük hal şəkilçili bir sözünə bir dənə miqdar sayı artırdım. Oldu mürəkkəb zərf. Ya da məsələn 1-ə 2, nə bilim 1-ə 1000 fərqi yoxdur. Yenə eyni qapıya çıxır, yenə zərfdir. Bir də deyə bilərəm ki, tərəflərdən biri ya da hər ikisi ayrılıqda işlən bilməyən sözlərin iştirakı ilə. Bu xatırlayırsınızsa isimdə də var idi, zərfdə də var. Məsələn, zərfdə deyirəm ki, məsələn, nə deyərik? Deyirəm, dizin süründü. Uşaqlar, bunu niyə eyni sözün təkrar demirik? Çünki burada bu sözlər axı ayrılıqda işlənmir. Dizin sürünür, bax. Ona görə aydındır. Və yaxud deyirəm ki, məsələn, azmaz tanıyıram. Məsələn, bunu deyək. Deyirəm ki, azmaz tanıyır. Görürsünüz, nə qədər azmaz. Azı işlədirəm, mazı işlətmirəm. İsimdə də var idi, sifətdə də var idi. İsimdə nə idi? Məsələn, uşaq-muşaq, dəmir-dümür, dümür işlənmir. Sifətdə nə idi? Əzik, üzük. Əzik var, amma üzük yoxdur. Bax, eyni qaydadır.